Hamını salamlayıram. Mən Elzam Gəncə İctimai Birliyinin sədri Toğrul Abbas bəydir. Bugünkü mövzumuz gənclərin inklüziv şəhər təşəbbüsləridir. Bu mövzu haqqında sizə ətraflı məlumat vermədən əvvəl təşkilatımızın Rezonans Gənclərin İctimai Birliyi haqqında sizə məlumat vermək istəyirəm. Təşkilatımız 20 ilə yaxındır ki, fəaliyyət göstərir. Layihə mövzularımız müxtəlif olmuşdur. Buna çoxlu olaraq gənclərə aid olmuşdur. Gənclərin hüquqlarının müdafiəsi, gənc məhkumların sosial adaptasiyası, gənclərin sosial həyata adaptasiyası və gənclərin sağlam həyata təşviqi. Mən özüm isə 2024-cü ildə idarə heyətimiz tərəfindən sədr seçilmişəm. Artıq 2 ildir ki, həyata keçirilən bütün layihələrdə mən layihə rəhbəri olaraq iştirak edirəm. Eyni zamanda biz prezident seçkilərində də təşkilatımız olaraq fəaliyyət göstərmişik. İdarə heyətimiz olaraq müşahidəçi heyəti olaraq fəaliyyət göstərmişik. Bugünkü tədbirimizin mövzusu isə gənclərin inklüziv şəhər təşəbbüsləridir. Gənclərin inklüziv şəhər təşəbbüsləri mövzusu o deməkdir ki, Bakı, Biləsuvar, Saatlı kimi rayonlarda inklüziv və ekoloji davamlılığı artırmaq üçün gənclərin könüllü fəaliyyətinə stimullaşdırmaq, eyni zamanda bir könüllü qrupu yaratmaq və ictimai məkanların daha təmiz və əlçatan olmasını təmin etmək. Bununla bağlı da bizim layihəmizin əsas məqsədlərindən biri də budur. Bu da ki, elə bu üçün əsas məqsədləri ilə toqquşur, eyni istiqamətdədir. Bu mövzu haqqında sizə daha ətraflı məlumatı verəcək, sizdən daha dərin fikirlər bölüşəcək 2 ekspertimiz var. Cəmiyyətin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Əhməd Abbas bəyli və Biosfer İctimai Birliyinin sədri Qorxmaz İbrahimli. Sözü ekspertlərimə vermək istəyirəm. Sözü ilk növbədə ekspertimiz Əhməd Abbas bəyli edirəm. Əslində gün ortağınız xeyir, ya da sabahınız xeyir, fərqi yoxdur, salamlayıram sizi. Saatlı rayonuna çoxdan gəlmirdim, açığı, bəlkə də 5-6 il bundan qabaq ən axır dəfə gəlmişəm və çox xoşdur ki, bu rayondayım və siz kimi gənclərlə görüşürəm. Hamımıza da təşəkkür edirik, həm rayon icra hakimiyyətinə, bütün rayon icra hakimiyyəti nümayəndələrinə və eyni zamanda bütün iştirakçılara ki, tədbirimizi dəvət edib, qəbul edib, gəlmişsiniz və bu maraqlı mövzunu haqqında məlumat almaq istəyirsiniz. Mən sizə, nə mən, nə də Qorxmaz müəllim, sizə burada məruzə deyəsi və yaxud da bir mühazirə deyəsi, bir dərs keçəsi halımız yoxdur, yəni o məqsədimiz odur. Biz sadəcə olaraq sizinlə söhbət eləmək istəyirik. Müəyyən məlumatları sizə götürmək istəyirik, müəyyən məlumatlarda sizlə diskusiya aparıb, sizlə bəzi məlumatları bölüşmək istəyirik. Bildiyiniz kimi, bax, şəkildən də və bütün bukletlərdən də və Toğrul müəllimin özünün çıxışından aydın olduğu ki, mövzumuz WUF 13 ilə bağlıdır. Yəni, WUF-un 13-ün məqsədi və nədir, nə vaxt keçirilir, nədir. Bununla bağlı istəyirik sizlə belə bir fikir mübadiləsi aparır. WUF 13 ilə bağlı kimin nə məlumat? Salaman sizə bir sual verir. Gəlin. Gəlin. Hoş yerlərdə oturun. Biraz burada oturun. Burada da var yerler. Gel bir nəfər gəlsin, qardaşlar da. 2 nəfər. Əmin müəllim, sizə söz hərkis bunu verir. Deməli, sualımı bir də təkrar edirəm. Qonaqlarımız gəldi, ona görə biraz fikir yayıldı. Diqqətimiz çox vaxtımız almayacaq. Cəmsi 1 saatdır bizim tədbir nəzərdə tutulur. İndi çay da gələcək, çay içəcək və bir ki, zamanla gündəlik çayxanada oturub söhbət eləmirlər. Elə bir atmosfer yaradaq ki, səmimiyyətimiz olsun, bunlarla söhbətimiz alınsın. WUF 13 nə deməkdir? Kim bilir? Buyurun xanım. Əyləşin. Dimindən də səmimiyyət olsun aramızda. Özümü təqdim edeyim ilk öncə. Saatlı Gənclərin könüllüsü Qasımalı Göyə. Deməli, WUF 13 Şəhərsalmanın, yəni World Urban Forumun 13-cü sessiyasıdır. 13-cü sessiya Bakı şəhərində keçirildi, 17-22 may tarixləri arasında. Hətta biz WUF-un təliminə də getmişdik, Şirvan şəhərində, Gənclərinə. Könüllü olaraq getmişdik, getdiyimiz uşaqlar da buradaydı. Deməli, əsas məqsəd odur ki, şəhərsalmalarda daha çox necə başa salın, yaşıllığı qorumaq və ya ictimai məkanların, məsələn, biz orada çoxaldılmasını nəzərdə tutduq. Odur ki, məsələn, zavodların və ya hər hansısa bir ətraf mühidə zərər verici şeylərin şəhərdən mərkəzdən uzaqlaşdırılması. Çox yaxşı.
Kim əlavə məlumat bilir bununla bağlı? Xanım görürsünüz, mən təlimdə olub, deməli bu təlimlər elə belə deyil. Təlimlər müəyyən bilik verir. Təlimdə olanlar, başqa kimdir təlimdə olan burada kim? Xanımla bir yerdə kim olub? Siz, sonra? Siz. Laf gənclərsiniz, siz. Siz nə bilirsiniz, nə yadınızda qalırsınız? Təlimdə olanlar məlumat alası desin də, təlimdə olursunuz. Əyləşin, əyləşin. Adınız nədir? Əsədov Emin, Sağlı Gənclər Evinin könüllüsüyəm. Xanımın dediyi kimi də bu fon-3-ə Şirvan şəhərində keçirildi və mən də iştirak eləmişdim. Nə öyrəndin onu? Orada şəhəri daha canlı tutmaq, daha işıqlı, binaları daha rəngarəng eləmək lazımdır olduğunu başa düşdüm. Teşekkür. Ümumiyyətlə bilirsiniz də, bilməm, siz üçün bəlkə başqa yerdən gələn adam üçün bu biraz adi bir şeydir, amma saatlı cəmiyyəti üçün deyim ki, saatlı Azərbaycanda ən çox siyasi, hüququ və s. bu barədə belə yetişmiş və savadlı insanlar yetişdən bir rayondur. Ona görə də mən sizdən çox şey gözləyirəm ki, daha fəal olacaqsınız. Və bilmirəm, bilirsiniz, həqiqətən də saatlı barədə çox, Sabirabad saatlı ərazisi bu barədə biraz belə haqqı tələb eləyən, düzgünlüyü sevən və savada meyilli olan insanlardır. O mənada düşünürəm ki, siz bu barədə, yaxşı bu bildik də bu müəyyən təlimdə olanlar bilir. Və təlimdə olmayanlar hansı bununla bağlı nə məlumatı var? Heç nə yoxdur? Yəni bilirik də təbii ki də mətbuatdan. Yəni əvvəl ki yaşıllığı qorumaqdır. Şəhərsalmada ən əsas gənclərin orada öz iştirakidir, roludur, vacibdir. Onu sadəcə bilirəm. Belə görürəm ki, Azərbaycan dünyanın hər yerində olduğu kimi və Azərbaycan da o cümlədən hər yerində olduğu kimi qızlar daha fəaldır. Oğlanlar bu son dövrlər biraz passivləşiblər, biraz özlərini daha utancaq aparırlar, amma qız getdikcə atışacaqlar. Yox, ümumiyyətlə mən bu belə deyək də bu genderlə bağlı o qədər təlimlər keçirlər ki, deyirəm o qədər gender dediniz ki, artıq kişilərin hüquqlarını müdafiə eləməyə məcbur olacaq. O qədər təbliğ elədiniz ki, da artıq qızım, o mənada hərdən belə xanımlara biraz daha da ürək-dirək vermək üçün bunları həvəsləndirirəm. İndi mən biraz sizin bu haqda deyim. Bildiyiniz kimi, doğrudan da 13-cü sessiyadır, bundan qabaq bir çox ölkələrdə olub. Bundan sonraki, hansı ölkədir? Biz estafete ara verdik. Hansı? Növbəti bu 14 arda olacaq. Meksikada. Düzdür mü? Yox, səhv dedim. Düz dedim. Yaxşı. Deməli, bununla bağlı, yəni əsas məqsəd, bilirsiniz də, dünyada bu dəqiqə qlobal şəhər problemi, urbanizasiya problemi yaranır. Kənd cəmaatı daha çox şəhərlərə axını var və şəhərlər həddən artıq şişir, şəhər yükü artır və ona görə də şəhərlərin əvvəlki kimi, belə deyək də, astat tepilən şəhərlərin böyüməsi artıq qəbul olunur. Şəhərlərin birdən-bir ahali sayı artdıqca, müxtəlif yüklər orada artır. Şəhər salma üçün indi artıq 3 əsas komponent. Nədir o komponent? Onlar şəhərdə yaşamaq üçün saatlı mı şəhərdir əslində? Çünki biraz ahali baxımından darısqaldır, probka yoxdur, daha rahat nəfəs ala bilirsiniz. Amma bir şəhər olaraq istənilən şəhər kimi saatlı şəhər üçün 3 əsas komponent var. Hansıdır? İnsanların normal yaşaması üçün. Normal. İşdir, sonra yaşayış. Ki, sonra biraz fəal olun. Bak, ikisini dedik. 3 komponent demişdim. İşdir, yaşayışdır. Normal şəhər sakini üçün, normal yaşamaq üçün və rahat yaşamaq üçün nə komponentlər lazımdır? İkisini dedik. Üçüncüsü istirahətdir. İstirahət. Hər bir şəhər sakini üçün birinci işləməlidir, yaşayış yeri olmalıdır və istirahət olmalıdır. Və nəhayət bu 3 məkanı, 3 komponenti bir-birinə birləşdirən bir əlaqə olmalıdır. Rahat əlaqə. İş yerindən, yaşayış yerindən, iş yerinə eyni zamanda istirahət yerinə rahat çatmalıdır. Orada vaxt itirməməlidir. Təəssüf ki, böyük şəhərlərdə, xüsusilə yəni o cümlədən Bakı şəhərində məhz o əlçatımlıq baxımından və yolda vaxt məsrəf eləmək baxımından ciddi problemlər və bu mənada şəhərin də bu məsələdə
quruluşuna xüsusi fikir vermək lazımdır. Digər məsələlər, əslində bu üç komponent ümumi şəhər almaqla bağlı digər məsələlər var. Burada bu və ya digər kommunal və s. xidmətlərə əlçatımlıq məsələsi var. Dövlət xidmətləri olsun, kommunal xidmətləri olsun məsələn. İkincisi, ekoloji problemi qorumaq lazımdır. Ekoloji. Məsələn, şəhər salma ilə bağlı son dövrlər Bakı şəhərində və digər böyük şəhərlərdə ciddi şəhərdə ekologiya ziyan vurur. Ağaclar kəsilir, yaşıllıq sahələri məhv olunur, yerində betonlaşma indi bazıda yəni Qonuz müəllim daha güclü, daha belə tanınmış ekspert, ekoloq ölkənin tanınmış ekoloqlarla danışırsa və ciddi şəhər şəkildə yaşıllaşmaya ziyan vurur, insanın yəni səhhəti ilə bağlı və s. ilə bağlı ciddi problemlər. Üçüncüsü, milli arxitektura və milli adət-ənənə və milli dəyərlərin qorunması problemi. Hələ ki, şükür amma Bakı şəhəri köhnə tarixi binalara əl atırlar. Onların sökülərək yerində, məsələn, 2 mərtəbəli böyük tarixi binadır. Yerində həmin ərazidə 2 mərtəbəli olduğu ərazidə söküb bir 20 mərtəbə bina tikib yaxşı pul qazanmaq istəyirlər. Və bu da bizim tariximizə böyük bir zərbədir. Bu mənada həm bu faktorlara da xüsusi diqqət verilmək lazımdır. Şəhərin arxitekturasını, eyni zamanda tarixi abidələri, mədəniyyət abidələrini qorunmaq üçün məsələsi ciddi önəm daşıyır. Və bu aspekt baxımından bu bütün məsələlər müzakirə olundu. Ufta da bizim orada ayrıca bir pavilyonumuz var idi. Pavlu bəy yəqin onu deməli, yəqin deyəcək. Ufta bizim orada təqdimatımız olur. Və bilirsiniz ki, ölkənin gələcəyi gənclər olduğu üçün biz də hesab edirik ki, gənclərin bu sahədə daha çox maarifləndirilməsi, gələcək bütün şəhər salma, bütün infrastrukturanın rəhbərliyi və bütün o fəaliyyət sizlərin əlində olacaq. Ona görə də siz bu sahəyə məsələlərə xüsusi diqqət yetirməlisiniz. Məsələ ondan ibarətdir ki, bu günlərin həm ekologiya sahəsində ciddi problemlər yaranmağa başlayıb, həm tarixi abidələrin qorunması ilə bağlı ciddi problemlər yaranmağa başlayıb və digər o infrastrukturların düzgün qurulmaması ilə bağlı ciddi problemlər yaranır. Və nəhayət, növbəti bir vacib bir aspekt, bilirsiniz, əlilliyi olan şəxslərin bu və digər xidmətlər əlçatımlığı ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, şəhər yerlərində indi son vaxtlar başlayıb o məsələyə diqqət edilmək, əl arabalarla hərəkət eləmək üçün kifayət qədər imkanlar yoxdur. Bu və digər məsələlərdə inklüzivlik çox pis vəziyyətdədir. Söhbət ondan gedir ki, əlil arabası ilə bir evindən çıxıb bir hər hansı bir digər məkana insan tək başına getməsi üçün ciddi problemlərlə, yolda pandusların düzgün, olanlar da düzgün standartlara uyğun olaraq düzəlmir və bu ictimai məkanlara daxil olma problemi var. Ölçülməlidir. Tanışda ölçülməlidir yəqin. Gənclər İdarəsində. Evet, genç olabilirsin. Deməli, onunla bağlı problemlər var və istəyirəm ki, həmin məsələlər də önəmlidir və bu məsələlərə xüsusi diqqət vermək lazım. İnklüzivlik də işlətdim mən. İnklüzivlik nə deməkdir? Bir söz işlətdim, ağzımdan qaçdım mən məsələn. Nə deməkdir inklüzivlik? Hə? Yenilik deyil, əslində biraz fərqli anlayışdır. İnklüzivlik, yeni söz olmağına razıyam, yeni sözdür, yeni termindir. Amma nə demək? İnklüzivlik həssas qrup. İnklüzivlik həssas qrupa aiddir, amma o mənanı daşımır. Uzaqdan. Yox, inklüzivlik əlçatımlıq demək. Yəni, bütün xidmətlərə İnklüziv təhsil də var. İnklüziv nə mənadır? İnklüziv təhsil nə mənadır? Məsələn, bir çox belə deyək ki, müəyyən problemləri olan, mən hamını ayırmaq, heç kimi ayırmaq istəmirəm, xüsusilə də o məktəblərdə bəzi belə deyək, səhhəti ilə bağlı bəzi problemlər olur. Autizm son vaxtlar dəhşət artıb. Down problemi olan uşaqlı, sindromlu uşaqlar var. Bəs başqa problemli uşaqlar var. Bunların təhsil alması üçün inklüziv təhsil yaradılır. Yəni, məktəblərdə
həmin uşaqların normal hamı üçün təhsil almaq şəraiti yaradılmalı. Və əvvəllər belə bir şey var ki, autizmlə olan uşaqlar mütləq şəkildə ayrıca təhsil almalıdırlar. Bu da düzgündür. Uşaq sosiallaşmalı, uzaqlaşır, özünə qapanır. Amma eyni zamanda həmin məktəbdə elə bir şərait yaratmaq. Müəyyən ətraflarının bağlı problemlər var ki, Evdə təhsillər də olur, o ilə bağlı evdə təhsillər. Və evdə təhsil biraz son dövrlər o qədər bəyənilmir, çünki sosiallaşma problemi yaradır. Çünki o insan ancaq özü ilə bağlı olur. Daha çox insanların arasında olmalı və həmin məktəbə gedəndə həmin uşağa normal münasibət göstərilməlidir. Yəni birinci maarifləndirmə ilə bağlıdır. Həm məktəbin müəllimlərinin maarifləndirilməsi, həm uşaqların özünün maarifləndirilməsi ki, bu da normal insandır, sənin kimi insandır. Sadəcə olaraq müəyyən problemləri var, onu anlayışla qarşılamaq lazım. Bir də o valideynləri. Əsas problem evdən gəlir. İstənilən problem məktəblərdə evdən gəlir. Əgər evdə valideynlər kifayət qədər məlumatlıdırsa, o uşağın problemi ilə. Məsələn, bəzən ola bilər səhətində problem olur. Uşaqları sən evdə öyrənəcəksən ki, ona yaxınlaşma olur, uşaq olur artıq. Amma sən onu evdə düşüncəldirmirsən ki, yolda sənin kimi bir insandır. Sadəcə olaraq müəyyən problemlər var, qaydalarla yanaşır. Əsas o, onda uşaq gəlib məktəbdə özünü normal aparacaq. Bullyinglə məşğul, bullying bir işi sənəcək. Ay son, dışlanma. Amma nəyin dışlanma? Nəsə, harada doğmuşmuşdur. Məktəblərdə bir dəstə, hətta sağlam uşaqlara olur. Mən məsələn, mənim vaxtilə özümlə bağlı deyil, mən məktəb, atam işlə bağlı, tez-tez məktəb dəyişirdi. Bir də iş yeri dəyişirdi, başqa işləyirdi. Hər dəfə tezə məktəbə gələndə dərhal adamı işləyirlər. Ona görə mən mübarizə olmuşam. Hamışam dərhal bir neçə ay mübarizə aparmışam özümü. O da məcbur yığışırdılar, bir də döyürdülər məni, mən dalaşırdım, tək tuturdum, onlar məni tək tuturdum. Yəni bir problem bununla bağlı həmişə bu problem olur. Ona görə hesab edirəm ki, bunun özü də bir ciddi problemdir və bu da evdən gələn bir problemdir ki, yəni insanların belə deyək də, müxtəlif səbəblərdən kimisə ayrı-seçkilik yaradır, biraz dışlamaq sizin söz işlədirəm, o düzgündür, yaxşı yanaşmadır. Bu mənada hesab edirəm ki, bu həmin inklüzivlik ilə bağlı və s. ilə bağlı yanaşmalarda həssas olmalıdır. Mən çox, yəni sizin bununla bağlı demək istədiyiniz varsa deyin, çünki hiss edirəm ki, bəziləri biraz və başqası, maraqlıdırsa mənə də deyin, nə olar? Bəlkə nəsə mən də sizin söhbətə qarışım. Nəsə maraqlı bir söz danışırsa mən də deşim. Yəni, maraqlı olsa mənə də deyin, mən bir də qarışım, söhbət edeyim. Yəni, təklikdə olmasın, ayrıca söhbət olmasın. O biraz bir şey çıxır. Birimizdən hərəsin yad olur. Hərəsin mətbəlisi yararır. Biz də çalışırıq sizə çay içərsiniz, söhbət belə, onu bir hamı üçün. İki nəfər oturur, başqa temadan danışmaq o qədər vaxtımız olur. Əslində bu, belə məsələdir ki, hamı üçün maraqlı olmalıdır. Başqa bir kiminsə bir sualı, yəni bununla bağlı fikri varsa, söhbətimizi bu istiqamətdə davam edək. Çox sağ olun. Yoxdur içə heç kimin sözü? Onda davam edək, sonra Suallar yaranarsa, sonra Sözü digər ekspertiniz Qorxmaz İbrahimoğlu, buyurun. Qorxmaz müəllimin ekologiyanın problemləri. Hər vaxtınız xeyir, hamınızı xoş gördük. Adam siz gənclərin qarşısında çıxış eləməyə biraz çətinlik çəkir, çünki bilirəm, hazır cavabsız qızlarımızdan bunu gördük. Sökənsiz, sual verib cavab istəyənsiz. O baxımdan məsuliyyətlə istəyirik yanaşaq və vaxtımız az olduğu üçün qısa danışıb sizləri daha çox dinləmək istəyərdik. WUF 13 ilə bağlı deyildi, məlumat verildi. WUF 13, yəni 13-cüsü Bakıda keçirilibsə, buna qədər olan forumlarda başqa yerlərdə keçirilib gəlib, amma yəni bu nə yazıq ki, 21-ci əsrin
əvvəllərində 2001-ci ildə ilk addım atılıb bununla bağlı. Səbəbi nədir? Nə mənada, nə yazıq ki deyirəm? İnsanlar İkinci Dünya Savaşından sonra, İkinci Dünya Savaşı milyonlarla insan canını aldı. Dünyanın bir növ altın üstünə çevirdilər. Həm ekologiyası, hər şey bərbad oldu. İnsanlar xoşbəxt yaşamalı olduqları dünyada iki dənə despotun, bir neçə dənə despotun ucbatından məhv oldu, həyatları məhv oldu. Biz bugün baxırıq, İkinci Dünya müharibəsi olub və yaxud da başqa bir savaş olub, Nagasaki, Hiroşimaya bomba atıblar, atıblar. Yəni, bəzən bizə elə gəlir, amma təsəvvür edirəm ki, orada da sizin kimi gənclər, körpə uşaqlar, sizlərdən uzaq olsun, körpə uşaqların həyatı qaralır və tək həyat qaralma ilə bitmir, 10 illər boyu davam edir, xəstə olan uşaqlar burada, yəni, indi bizim görməyə başladığımız göstərməsi, ədil uşaqlar, zihinsel problem olan uşaqlar və yaxud da nəsil yetişib o savaşların sayəsində. O savaşlar da nədir? Dediyimiz ekologiyanı məhv edən, çevrəni məhv edəndir. Çevrə nədir? Çevrə bizim evimizdir. Yəni, mən biraz ora gələcəm indi. Və İkinci Dünya Savaşından sonra dünyada şəhərlərə köç eləmək, bəzi şəhərlərdə belki ehtiyac yarandı. Sovet dövründə biz orada Rusiya imperiyası ərazisində yaşamışıq. Bəzi şəhərlərdəki insanlar qırılmışdı, daşınmışdı. Onları yerləşdirmək üçün kəndlərdən təşviq edib insanları, gəncləri oraya yığdılar, peşə məktəblərinə. Hətta siz bilməzsiniz, biz də gözünə xatırlıq elə şeyləri. Fezolar deyilən texniki peşə məktəbləri açılırdı. Deyək ki, rayondan, Sağlıqdan, Sabirabaddan, nə bilim, İmişlidən gəncləri daşıyırdılar ki, Bakıda həmən o texniki peşə məktəblərini yoxsunlar və şəhəri inkişaf edir. Yoxdur, hali yoxdur. Və ölkəni təmin edilmək sənayinin işlədilmək beyni lazımdır. Bu zamanla idarə edir dövründə. Amma texnika, texnologiya o qədər sürətlə inkişaf elədi, şəhərlər o qədər genişlənməyə başladı ki, artıq bu şəhərə axışıb qarşısını almağa çalışırlar. Məsəl üçün, 19-cu əsrin sonunda balaca bir dəniz sahili şəhər olan Bakı 20-ci əsrdə böyümləyə başladı. 20-ci əsrdə çox milyonluq bir şəhərə çevrildi və 80-ci illərdə hətta Bakı şəhərinə qeydiyyat qadağan oldu. O səviyyədə başlı alındı. Buna səbəb artıq insanların şəhərlərə köç eləməsidir. Yəni, bufun yaranma səbəbindən demək istəyirəm ki, buf nədən yarandı? Bu xaotik şəhərləşməyə, xaotik şəhərlərdə girik yerləşmə, qaçqınlar Afrika ölkələrindən Avropaya başladı, Asiya ölkələrindən müxtəlif yerlərə başladı, Amerikaya köç başladı, Meksikadan Amerika Birləşmiş Ştatlarına köç, Latin Amerikasından Amerika Birləşmiş Ştatlarına köç. Yəni, bu köç təsəvvür eləyin, siz bilmirəm, mən coğrafiyaçı olduğuma görə bir hava cərəyanı xəritəsi təsəvvür eləyin, coğrafiyadan keçəndə görmüşsünüzsə, o işarəsi ilə göstərilir. Təsəvvür eləyin, həmən hava axınlarını, atmosfer axınlarla bərabər ona bənzər də insan axışı başladı. Şimala axan, Afrikaya köçən olmasa da Afrikadan çox yerlərə köçən oldu və sərbəyə axıb. Nəticədə dünya bu məsələlərin qarşısında aciz qalmaması üçün düzdür. Mən Birləşmiş Millətlər Təşkilatından o qədər də məmnun olan insanlardan deyiləm, xüsusən ekologiya ilə bağlı, amma yenə də bu bufu düşünməklə o məsələni idarələməyə çalışdılar. Niyə? Çünki eyni zamanda bu xaotik köç, bir də betonlaşma. Betonlaşma yıxdı, insanların ömrünü kəsdi. Yəni, İki Dünya Savaşının kəsmədiyi ömrü, deyək ki, bu dəfə də betonlaşma kəsdi, parnik effekti kəsməyə başladı, atmosferə atılan qazlar kəsməyə başladı və bunlar da daha çox şəhərlərdədir. Şəhərlərdə betonlaşma nə deməkdir? Biz Bakı şəhərini hamı təsəvvür edir, indi yəqin olanınız var, olmayanınız var. Amma deyək ki, ötən əsrdə Bakıda
9 mərtəbə binalar maksimumuydu. Ondan yuxarı 5-6 dənə 15 mərtəbə bina vardı. Yox idi ondan sonra. Ona qədər 4 mərtəbə, 5 mərtəbə, 2 mərtəbə binalardı. Amma həmən şəhər meyilliyi, urbanizasiyanın, xaotik urbanizasiya və yaxud da deyək ki, daxili miqrasiyada yanlışlıq, daxili miqrasiyanın xaotikliyi Bakı şəhərini böyütdü. Nəticədə Bakıda hündür binalar tikməyə başlandı. Çünki bina tələbat var. Tələbat olduğuna görə ekstensiv deyil, intensiv inkişafı düşünməyə başladılar. Dərinlə inkişafı. Dərin inkişafda betonlaşmaya səbəb oldu. Betonlaşma 15 mərtəbə, 20 mərtəbə, bəzən 30 mərtəbə binaların inşa olunmasına səbəb oldu. Və burada artıq dövrəyə nə girdi? Harda gəldi bina tikilməsə də Bakı şəhərinin gen planı var, amma bir çox yerlərdə ekologların ekoloji şeylər nəzərə alınmadı. Hava axını, insanlara bunun təsiri, Xəzər dənizinin Bakıya təsiri bunlar nəzərə alınmadı və mən şəxsən o tərəfdarlardanam ki, Bakı şəhərinə aid deyirəm. Bakı şəhərində mütləq binalar dənizin səviyyəsi, hava bunlar nəzərə alınmalıdır. Ne yazık ki, onun ondan sonrası düzələr. Amma tikilmiş binalar nədir? Betonlaşma. Beton nədir? Beton, düşünün, qara bir kömür, qara bir paltar götürün, qoyun güneşin altına, istini uzadacaq. Betonlaşma da həmən şeydir. Güneşdən gələn istilər, güneş çıxır, biz onu görürük, güneş çıxdı. O isti yerə gəlir və yerdən litosferin, yəni torpağın ala biləcəyi kapasitədə, öz kapasitəsində, ehtiyacı səviyyəsində alır, qalan geri dönür. Betonlaşmada bu geri dönmür. Betonlaşmada qalır və buxarlanma yaradır, istilik effekti yaradır. İstilik effekti də insanların sağlığına, psixologiyasına, hər şeyə təsir edir. Bunların olmaması üçün yaşıllıq lazımdır. Yaşıllığa üstünlük vermək lazımdır. Necə deyərlər, yaşıl enerji ilə bərabər yaşıl həyata da üstünlük vermək lazımdır. Deyək ki, binaların tikilişi zamanı bu şeylər nəzərə alınmalıdır, qazonlar salınmalıdır. Yəni, bundan çox şey danışmaq olar. Mən Bakıdan istəyirəm, qaydam gələm Saatlıya və Saatlı ilə bərabər də özümüzə. Saatlı necə yaranır? Saatlı qədim yaşayış mərkəzi. Bəli? Bəli, Saatlı qədim yaşayış ərazilərimizdəndir, amma Saatlının hər yeri deyil yaşayış ərazisi olaraq. Çünki bu ərazilər qışlaq əraziləridir. Qışlaq əraziləri olduğuna görə bizim əhalimiz Rusiya işğalına qədər, 19-cu əsrə qədər yenə həmən o dediyimiz hərəkətli əhali olub, tərəkəmə, köç həyatı yaşayan, elat həyatı yaşayırdı. İnsanlar maldarlıqla qışda eniblər Kürün qırağına, Arazın qırağına, yayda çəkiliblər dağlara, Laçına, Kəlbəcərə, Qarabağa, müxtəlif dağlarımıza çəkiliblər. Amma bir də əkinçilər olubdur. Bu ərazidə yaşayan, adda-budda ki, deyilik, qədim ərazilər, orada əkinçi həyatı yaşayan insanlarımız da olubdur, təbii ki. Fəqət bir imperiyanın, Çarlıq Rusiyasının 19-cu əsrdə Azərbaycanı işğal eləməsi ilə insanların həyatı dəyişib, həyat tərzi dəyişib və buraya gətirilən, zorən gətirilən, yəni bizim yerli mədəniyyətimizə əlavə, necə deyirlər, aborigenlərə əlavə insanlar gətiriblər burada və bura gətirilən, deyək ki, pambıq əkinçiliyi Saatlının həyatını dəyişib, Mil Muğanın həyatını dəyişib. Muğan artıq dönüb şoranlaşmış bir torpaq olur, burada sular normaldır, əhali köç edə bilmir. Hətta Əhməd müəllim, zamanla Çar hökumətinin qərarı olur ki, köçün qarşısını alsın. O səviyyədə rəsmən qərar edirlər. Bu Malakanlar, burada da yaşayan Malakanlar haqqında məlumatı olub. Rus məzhəblərindən, xristiyan məzhəblərinin bir hissəsi buraları götürüblər ki, mədəniyyət olsun. Və saatlı formalaşır. Bugün bizim, sizin istəyimizdən asılı olmayaraq bu formalaşır və Azərbaycan dövləti şükürlər olsun müstəqildir. Bu müstəqil dövlət öz şəhərlərini də, necə deyərlər, milli formaya salmağa çalışır. Bugün biz 3-4 gündür telefonla əlaqəmiz var. Yəni, daha doğrusu mənim yoxdur, Toğrul bəyin var. Mən burada tanış oldum və hiss elədim ki, çox məsuliyyətli, öz işinə məsuliyyətlə yanaşan, ürəklə yanaşan bir
Ya belə deyək. Yəni gənclərin dostu eyni zamanda bizim dostumuz. Bizim dostumuz ola bilməz, gəncin dostu olanda bizim də dostumuzdur. Ayşə. Eyni zamanda da çox vicdanlı və mədəni davranışa malik olan bir dövlət məmurudur. Ona görə istəyərdim ki, biz təriflə bizi. Biz öz adımızdan hər kəsə təşəkkür edirik ki, dəvətimizi qəbul edib iştirak elədiniz. Sizə də xoş gəldiniz deyirəm, Əhməd müəllim. Çox geniş və ətraflı həqiqətən də danışdınız. Yox, geniş çox danışa bilmədim, amma danışdım. Kifayət qədər gənclərimizə də mövzu yarandı. Onlarda da biliyi artdı oyla bağlı. Valla ətraflı da elə siz danışdınız, xoş gəldin dedim hər sizə. Dəyərli Qorxmaz müəllimə. Elçi müəllim buradadır, onun yanında söz danışmaq. Ümumluğan İdarəsinin müdiridir, regional. Elçi müəllim də öz fikirləri olarsa. Elçi müəllim deyəcək, Elçi müəllim sözündə. Çox sağ olun deyirəm hər birinizə. Sağ olun. Deməli, oğlan çıxdı, bu iki nəfər... Müharibə iştirakçısı. Hə, o müharibə. Çağırım gəlsin. Yox, problem deyil, söhbət eləyəcək. Onsuz maşallah görürəm, dostsuz elə, nə söhbətimiz var, dərhal birimizə çatdırırız. Nəyə görə deyirəm, oğlan çıxdı? Deyirdizə dövlət qulluğundakı. Bax, Əmrah hanım buradadır. Həmdə bax, Əmrah müəllimin müsahibəsini mən götürmüşəm. Bax, sizdən də o saat. Tanıyıyorum mən. Hə, sağ olun. Siz soruşurdum ki, kim deyir, siz burada olmamışsınız. Deyirəm, Əmrah müəllimin müsahibəsini mən götürmüşəm. Mən tanımamışdım. Çıxanda bir müəllim, o Əmrah müəllim siz yəni, təsadüfən tanış olarsınız, eləyəsiniz. Mən istəyərəm ki, birinci, çoxlu istəyirəm suallarınız olsun. Yəni, əgər sizin sualınız yoxdursa, səmimi deyirəm, mən 30 ildir bu sahədə uzun müddət dövlət qulluğunda işləmişəm, dövlət məmuru olmuşam. Biz Elvin müəllimlə Bulvar İdarəsində bir yerdə işləmişik, yaxın sizin icra başçınızla. Yəni, belə deyək də, ikimiz də orada rəhbər vəzifədə işləmişik və amma bütün bu dövlət işlərindən yanaşı, hərbidə olmuşam və mən həmişə ekspert eləmişəm. İşimdən əlavə olaraq müxtəlif mövzularda, xüsusilə də hüquqi mövzularda, bax, 3-4 gün bundan qabaq istədim, girib baxa bilərsiniz. Dini İşlər üzrə Qurumlar Komitənin təlim keçmişəm orada, bu korrupsiya və etik davranış qaydaları haqqında. Yəni, dəvət edirlər, keçirəm. Amma o nəticədə mən sual almasa, sual verməsələr və aktiv Rəhbər kollektivi şöbə sektorunda Alim Peydman kompleksinin direktoru. Açıq Arif Elmir müəllim başda sizdən Saatlığın Arif. Bəli. Burada yəni ki, bizim fəal gənclərimiz iştirak edir. Eyni zamanda bizim dəyərli qazilərimiz, 2-ci Qarabağ qazilərimiz, fəal gənclərimiz iştirak edir. Milmuğan regional idarəsi olaraq mən iştirak edirəm. Mən burada oturan bütün auditoriyada olan gənclərimiz adından, rəsmilər adından sizlərin hər birinə xoş gəlmişsiniz. Çox sağ olun. Siz bizim üçün çox bir dəyərli bir insansınız. Çox sağ olun. Dəyərli ona görə ki, hər zaman gənclərimizə örnək olursunuz, istiqamət verirsiniz, yol göstərirsiniz. Şəxsən bizim gənclərimiz də bilsin, çünki burada bizim fəal gənclərimiz var və gələcək olan gənclərimizdir. Bunlar seçilmiş gənclərdir. Bunlar yəqin ki, zamanla, vaxtı ilə yəni ki, dövlət qulluğuna, digər sahələrlə istiqamət götürəcəklər. Əhməd müəllim çox bir dəyərli, bir təcrübəli bir insandır. 1-ci Qarabağ iştirakçısıdır və eyni zamanda mən deyərdim ki, dövlət qulluğuna hazırlaşan gənclərə dəstəyin göstərən bir insandır və şəxsən öz adına minnətdarlığımı bildirirəm ki, mən bu günə bu tədbirə dəvətli deyildim, ancaq Əhməd müəllim adını eşitdiyimə görə, onun övladının belə bir layihəsi olduğu üçün özümə borc bildim ki, çünki Əhməd müəllim mənim də üzərimdə böyük bir əməyi, əziyyəti olur. Yəni bunu çox böyük dəyərləndirəm və sizlərin adından, öz adımdan qonaqlarımızı alqışla bir dənə salamlamaq istəyirəm. Yox, bu səmimi olan bir şeydir və bu günləri belə bir layihədir, gənclərin İnklüziv şəhər təşəbbüsləri. Bu doğrudan da çox böyük bir layihədir, böyük bir maarifləndirici bir təbliğat xarakterli bir tədbirdir. Biz 3-4 gün öncə belə bir tədbir İmişli rayonunda region gənclərin iştirakıyla biz bu tədbiri keçirdik və gənclərimizin də çox böyük marağına səbəb oldu. Ona görə mütləqdir ki, bu günləri belə bir rəsmi insanlardan nəyəsə qopardım. Yəni bir kobud desəm, oğurluyum. Sualınızı verin, sərbəst olun. Yəni, mütləq deyil ki, bu layihə üzərində bir sualınız olsun. Məsələn, dövlət qulluğuna hər hansı biriniz hazırlaşırsa, ona mütləq, Əhməd müəllim, bir də ola bilər ki, sizin əlinizə
düşəcək, düşməyəcək. Bu hazırda Çətin məsələ. böyük bir yəni ki, zamandır ki, bizim yanımızdadır, bizlə bir yerdədir. Bir hansı uzunsa bilirəm ki, burada bizim gənclərimiz var ki, dövlət qulluğuna marağı var və hazırlaşırlar. Yəni, sualların versinlər. Yəni, bir olsun dövlət qulluğuna digər bir məsələlərlə bağlı. Əhməd mənim bütün sahəli yəni ki, cavab verə bilən bir şəxsdir. Ona görə mən sizi aktiv olmağa çağırıram və bəyalar bizim gənclərimizin biri, mən bilən İslahatlı Gənclər və Sosial Xidmət Müəssisəsinin könüllüsüydü. Dedi, ətraf mühitin qorunması, mühafizəsi, təmizliyi, aksiya. Biz bunlarla bağlı tədbirlər keçiririk. Hətta bir neçə gün öncə 5 iyun ətraf mühitin qorunmasına bağlı bir gün idi. Biz onunla bağlı region üzrə tədbirlər keçiririk. Sağ olun ki, burada olan Gənclər Evinin əməkdaşları da, könüllülər də həmin o aksiyada iştirak edir. Ətraf mühitin təmizlənməsində yəni ki, böyük gələn münasibətdir. Sadəcə müddət ərzində biz artıq o qədər yaxın olmuşuz ki, yəni haramızda xarakterlərimizdə uyğunluqlar var. Təşəkkür edirəm, gəlmişsiniz, Elçin müəllim. Mən sizi biraz fəallaşdırmaq üçün bir sual verirəm. Siz bugünkü tədbirdən nə qazandınız, nə eşitdiniz? Maraqlıdır. Yoxsa elə belə gəldiniz, elə yola verdiniz, İcra Hakimiyyətindən deyiblər, gəldik, gedək bir kuş qoyaq, gedək, desinlər ki, gəlmiş. Nə qazandınız, nə öyrəndiniz bilmən? Deyə bilərəm. Nə deyə bilərsiniz? Mən məsəl üçün burada özüm öyrəndim ki, mən öz səlahiyyətlərim var. Bugünkü gün nəsə fikrim olanda gəlib Gənclər Mərkəzində fikirlərimi müəllimlərimlə, öz əməkdaşlarımla bölüşə bilərəm. Başqa... Sizin məsələdə əxlaqlı bir şey qaldı. Bu zibil qutularıyla. Əslində qalsa bu Bakı üçün də böyük bir problemdir. Bu qutuların müəyyən məsafədən birində o standartları qoyulmalı. Mənim yaxşı bilirəm, mən bilmirəm. Müəyyən məsafədən bir qoyulmalı. Vətəndaşlar kimi bu mərhələyə keçmək istəyirsə, orta təhsili oxudun, sonra ali təhsil aldın. Magistratura istəyirsən oxuyarsan, istəyirsən oxumayarsan, onun bir əhəmiyyəti yoxdur. Dövlət qoluna daxil olur. Hə? Fərqi yoxdur. Hə, bax, dövlət qulluğu elə deyil ki, məsələn, istəsən tibbi qutarsan, tibb sahəsini. Həkim olmursan, həkim olmadın, Səhiyyə Nazirliyində işləmək istəyirsən, gedib Səhiyyə Nazirliyində işləyə bilərsən. Və yaxud Əmək və Əhalinin Müdafiə Nazirliyində işləyə bilərsən, öz ixtisasınızla. Orada əlilliyin verilməsi və s. ilə bağlı həkim ixtisası tələb olur. Dillər Universitetini bitirdim, bütün dövlət orqanlarının tərkibində beynəlxalq şöbələrdir. Bunlara qəbul ola bilərsin, dövlət qulluğu. Mühasibatlı, iqtisadiyyatı bitirdim, bütün dövlət orqanlarının yanında iqtisadiyyat fakültəsində və s. Ondan da başqa dar ixtisaslar var. Bunlarından dedi, hər şey bildiniz. Amma yəni hələ 10-cu sinifdə oxuyan uşaq dövlət qulluğuna hazırlaşım, gedim, oxuyum deyil. Siz birinci növbədə oxumalısınız. Yəni, özünüzün həyatınızı düşünməz. Yəni, hər kəs dövlət qulluqçusu olmalı deyil. Məsələn, sən, İlqar əzizim, yaxşı oxuyub, deyək ki... Naşdırması üçün sözü təşkilatımızın icraçı direktoru Məhəmməd Əlbəyə vermək istəyirəm. Öncəliklə özümü təqdim edeyim. Mən Rezonans Gənclər İctimai Birliyinin icraçı direktoru və Bakı Dövlət Universitetinin davamlı inkişaf siyasəti üzrə təhsil alan tələbəsi Məhəmməd Əlmədən. Bizim tədbirlərimiz tək bununla da yekunlaşmır. Sədrin bildirdiyi kimi, öncədən də bir çox tədbirlər keçirdərək həm dövlətimiz üçün, həm də müxtəlif cəmiyyətimizin üzvləri üçün kiçik də olsa bir müsbət xarakterli fəaliyyət göstərməyə çalışmışıq. Bizim hazırki tədbirimizin əsas funksiyası olan Gənclərin inklüziv şəhər təşəbbüslərində mövzusu daxilində yoldaş da bildirdi. Əlbəttə ki, problemlər olur. Gənclər olaraq bizim burada rolumuz yeni kreativ fikirlər yaradaraq hazırki problemlərin aradan qaldırılması əsasında olmalıdır. Qeyd edim ki, mən icraçı direktor olsam da Rezonans Gənclər İctimai Birliyində digər təşkilatlarda və birliklərdə istər könüllü, istər də təcrübəsi fəaliyyətini icra etmişəm. Bunlarla yanaşı olaraq, orada verilən tapşırıqlardan əlavə olaraq kreativ fikirlər yaradaraq hazırki problemlərin aradan qaldırılması üçün öz təşəbbüslərimi irəli sürmüşəm. Burada keçirdiyimiz tədbirdə bunun əsasında formalaşmışdı. İstər ekspertlərimiz, istər sədrimizin də bildirdiyi kimi, sizdən də bu fikir əsasında yeni kreativ düşüncələr və çıxış yolları axtarmışıq və bunun əsasında sizinlə danışıqlar keçirdik. Və burada əsas toxunmaq istədiyim nüans istər icra hakimiyyətinin əməkdaşlarıdır, idarə heyətlərdir və digər iştirakçılar, burada gəlib iştirak edən və vaxtlarının hər bir şəxsə öz təşəkkürümüzü bildiririk təşkilat adından.
Bir də qeyd etmək istəyirəm ki, burada hal-hazırda şəkillər də çəkdik və bu unudulmaz anın həm istəyirəm ki, sizə yeni fikirlər yaradaraq bundan sonraki həyat fəaliyyətinizdə fərqli fikirlər yaradacağım və həyatınızı onun əsasında quracağınızı düşünürəm. Və çəkdiyimiz şəkillərdə əldə etmək istəsəniz, Instagram vasitəsilə tək şəkillərlə bağlı olaraq deyil, yeni fikirləriniz, kreativ düşüncələriniz tək bu mövzu daxilində deyil. Ölkəmizin, xalqımızın daha yaxşı formalaşması əsasında olan düşüncələrinizi bizimlə bölüşməyiniz üçün Rezonans Gənclər İctimai Birliyinin Instagram vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz. WhatsApp qrupumuz da var, çıxarkən tədbirin sonunda bizimlə əlaqə saxlasanız sizə həmin qrupa əlavə edə bilərik. Hər birinizə təşəkkürümü bildirirəm, sağ olun. Təşəkkür